A uzanır, Y əlavə edirəm A ilə. Neçə hərf var? 4 hərf. Neçə səs var? 5 səs. Gördün, artım baş verir. Nə əmələ gəldi? Kəmiyyət fərqi. Yer dəyişmə yoxdur deyil, mən buna keyfiyyət fərqi deyə bilmirəm. Bu kəmiyyət fərqi. Burada qaranlıq bir şey qalmadı ki. Əvvəl. Keçirik biz indi sənlə saitləri keçək. Birinci saitləri keçək, sonra keçərik samitlərə. Deməli, saitlərdə məsələ nədir? Saitlərlə birinci samitlər arasında fərqi deyil. Saitlər ağız boşluğunda heç bir maneəyə rast gəlmir. Samitlər isə ağız boşluğunda maneəyə rast gəlir. Bax, bu nə deməkdir Əsma? Ağız boşluğunda məsələn A hərfini uzat bir dənə Əsma. Gördün, istənilən qədər uzada bilərsən. Bu A-dan başqa bir hərf eşitirsənmi? Xeyr. Amma B hərfini uzat. Səsli şəkildə nədir? B. Uzadarsan, B eləyərsən. Amma mən oradan hansı səs eşidirəm? B-dan sonra I-ni eşidirəm. B-ni eşitmirəm. Deməli, samitin qarşısında bir maneə var. Bu maneə olmaq deməkdir. Ondan sonra saitlər vurğu qəbul edə bilir, samitlər vurğu qəbul edə bilmir. Saitlərdə uzanma var, samitlərdə uzanma yoxdur. Saitlər heca yaradır. Demişik ki, sözdə nə qədər sait səs hərf varsa, o qədər də heca var. Bax, məsələn, A. 2 dənə sait yazdım da. Desən, neçədən heca var? Deyilsin, 2 dənə var, deməli, 2 heca var. Hələ sözü bilmirsən, nə sözdür bu. Samitlər isə hecanı formalaşdırır. Bu nə deməkdir? Bax, mən A yazmaqla heç bir şey başa düşmürəm. Mən buna bir dənə hərf artırsam, artıq biləcəm ki, bu nə deməkdir. Gördün, hecanını formalaşdırır. Yəni, yeni bir sözün yaratması